Salam Hacı, necəsiz? Aleykümsalam, yaxşıyam, çox sağ olun, siz yaxşı olasınız. Yaxşı olasınız Hacı. Hacı, Allah Taala Quranda deyir ki, zinaya yaxınlaşmayın. Bəli. Nəyə görə Allah Taala Quranda ona eləməyin demir, yaxınlaşmayın deyir? Burada insanın psixologiyası var. Allah insanın psixologiyasını başa düşür, bilir. Günah etmək, insan tədricən günaha gəlib düşür. Yəni günaha etmək birbaşa olmur. Əgər mən bir günaha düşdümsə, günaha etdimsə, deməli onun əvvəlində bəzi psixoloji məqamlar var. Yəni nə məqamlar? Mən tədrici olaraq o günahın özünü zehnimdə hazırlamışam. Zehnimdə hazırladığıma görə gəlib bu günaha düşürəm. Ümumiyyətlə günaha yaxın düşməsəydim, yaxın düşmə nə deməkdir? Zinaya yaxın düşmə, yaxınlaşmayın nə deməkdir? Yəni zehninizi belə ora yaxınlaşdırmayın. Zehnimizi yaxınlaşdırmasaydıq biz heç tədricən də gəlib o günaha düşməzdik. Ona görə Allah insan psixologiyasını bilir ki, insan mən günah eləmirəm, nə olsun yaxınlaşmışam. O cür deyil axı, günah heç kəs birbaşa eləmir ki, insan onu düşünür, yavaş-yavaş zehnində formalaşdırır, gedir o günahı görür. Allah insan psixologiyasını bildiyinə görə deyir, bəndəm, günaha yaxınlaşma, zinaya yaxınlaşma, etmə yox, yaxınlaşma. Etmək yaxınlaşmadan sonra olur zaten, etmək yaxınlaşmadan öncə olmur. Ona görə də Allah deyir ki, zinaya yaxınlaşmayın. İnsanın psixologiyasını bildiyinə görə bu cür ifadədən istifadə edir.